bağışlayan ve mehriban Allah'ın adıyla. Allah böyükdür, Allah təkdir. Allah'ın nə şəriki, nə də məkanı yoxdur. Amma varlığı haqdır. Allah bütün varlıqlardan uca və kainatda bütün varlıqların sahibidir. Allah cisim deyil, Allah ruh deyil, Allah təsvir edilməyən, ağlımıza sığmayan və gözlərimizə heç bir an görünməyi mümkün olmayan tək varlıqdır. Amma Allah'ın hər an bizi görməyi, hər an bizi eşitməyi, hətta qəlbimizdə gizli saxladığımız sirlərimizdən belə agah olmağı həqiqətdir. Biz gərək hər bir etdiyimiz əməllərimizi Allah'a xatir edək. Çünki Allah'a xatir olunan əməllər günah sayılmır. Amma Allah'a xatir adı ilə bəzi insanlar öz mənfəətləri üçün istifadə edib dünya malından faydalanırlar. Amma biz düşünüb dərk etməliyik ki, Allah'a xatir olunan əməllər bu dünya malından faydalanmaq üçün deyil, yalnız öz axirətimizi qazanmağımız üçündür. Bu dünyada isə müvəqqəti yaşadığımız hamımıza bəllidir. Amma bu dünyadan hansı vaxt köçəcəyimiz bizə bəlli deyil. Allah'ın bizə verdiyi müvəqqəti ömrümüzdə varlığımızın dəyərini anlamalı, qədrini bilməli, ağlımızı nəfsimizə deyil, nəfsimizi ağlımıza qul etməli və bir gün bizə əmanət olan canımızın yenidən Allah'a təslim olacağını unutmamalıyıq. Allah'a tərəf gedən yol hər an açıq və hər an işıqlıdır. Əgər biz o yolu ömrümüzün sonuna qədər irəli addımlayarıqsa, o yolun nə döndüyünü, nə də ışığının söndüyünü görməyimiz mümkün olmaz.